salam, Bəxtiyar müəllim. Necəsiniz? Necəsiniz? Sağ olun, təşəkkür ederim. Beyput müəllim, data analitik olmağa necə qərar verdiniz? Valla data analitik olmağa mən qərar vermədim, həyat qərar verdi. İlk dəfə işləməyə başladım, nə iş olsa işləyərəm dedim. Bir ERP-dən başladı, sonradan yönüm dönüşdü, döndü, dolaşdı, şeyə gəldi, nə bir şeylə analitikaya gəldi. Data analitikası. Analitikaya gəldi, elə də daş aldım, getdim və dedim ki, niyə deyişən ki, burada yaxşıyamsa bu şəkildə davam edeyim. Beyput müəllim, bəs sizcə hansı skilllər varsa, hansı biliklər və qabiliyyətlər varsa insan data analitik ola bilər? Məncə data analitik olmaqda texniki sahə də önəmlidir. Paralelində 50% communication skills-a verirəm. Data analitikasında. Çünki yəni bəzən biznesdə müqavimət görmək olur, çünki hər kəsin işi çoxdur. Okay. Və buna görə vaxt ayıra bilmirlər. Sən onlarla doğru bir kommunikasiya qurmalısan, yəni əlaqələri gücləndirməlisən, ünsiyyəti yaxşılaşdırmalısan ki, istədiyin zaman istədiyin bilgini onlardan ala biləsən ki, öz işində getsin və doğru sualları doğru yerdə verə bilməlisən. Mənim üçün önəmli olan ikinci skill bu texnikin yanında. Beyput müəllim, bəs hamının ortaq bir konsörnü var ki, AI mənim peşəmi əvəzləyəcək. Məsələn, mən deyərdim ki, biznes analitiklərinin də belə bir konsörnü var. İndi data analitiklərində də belə bir konsörn varmı? Bax, şeydir də, ona qədər ev alın, ev biznesə giriş. Şeylər, sıra sahibkar olun, kirayadan götürün. Bax, mən nə düşünürəm? Əvvəllər at arabası var idi, at arabasının sürücüləri var idisə, indi maşın var, maşın sürücüsü var, nə bilim, sonradan... Darıcı maşının sürücüsü yoxdur axı yərdən sonra. Yərdən sonra maşının sürücüsü yoxdur. Yərdən maşın sürücüsü, maşının sahibi var. Ona görə deyirəm, gedin ev alın ki, sabah bir gün pulsuz qalmayasın. Yəni, demək istəyirəm ki, junior falan bunlara ehtiyac azalır, amma günün sonunda mənə görə AI doğru şəkildə istifadə edə bilənlər həyatda qalacaqdır. Yəni, əvəz edilənlər olacaqdır müəyyən pozisiyalarda, rankı aşağıdan yuxarıya götürsə, ortaya qədər. Amma yuxarıdakılarda həqiqətən də bu inisiativ götürə bilmək, intuisiya ilə qərar vermək məsələlərinə görə insana ehtiyac var deyə AI doğru şəkildə işlədənlər məncə bu sahədə qalacaq, irəliləyəcəkdir. Bəs 10 il qabağa qayıtsaq, bir Beyput Ramazan olaraq, siz data analitikası sahəsində kariyer pərsinizi necə çizərdiniz? Tək nə olardı? Azərbaycandayamsa, hər kəsə məsləhət görürəm, bank sektorundan başlasınlar. Çünki bankdakı işləri həll eləyə bilən, qalan bütün hər yerdəki işləri həll eləyə bilərlər. Mənim bank sektorunda təcrübəm olubdur, amma belə deyim, birbaşa gedib də hər hansı bankda işləməmişəm. Freelance işlərim, digər şeylərlə olubdur. Yəni və baxıram ki, o sahədə olmaq insanlara bir çox şey öyrədir. End-to-end istifadəçi ilə necə işləmək, sistemi necə işlətmək, bir çox suallar cavab verir. Ona görə ilk məsləhətim bu olardı. Bir də ki, nə bilim, yəni kitab oxusun, məqalə oxusun, üsuz var, olar, yəni hamının dediyi şeyləri təkrar edirəm yeni zamanda. Təşəkkür edirəm. Mənim bəxtim gətirən tək bir şeydir, doğru zamanda doğru yerdə ola bilmişəm. Yəni şans məsələsi bir dənə bunu deyə bilərəm. Buna mən 3B qanunu deyirəm, bilik, bacarıq və bəxt. 4-cü B mənə bəxtiyar. Bilik, bacarıq. 3-cü B həqiqətən çox önəmlidir. Bəxt məsələsi. Amma belə deyim də, 3B olanda bəxtiyarlıq zaten olur. 4-cü tamamlanır. 4-cü tamamlanır, bəxtiyar olursan. O da Belə, təşəkkür edirəm Beyput müəllim bu günləri bizim izləyicilərimizə aydınlatdığınız üçün. Xoşdur. Sağollarınız üçün buradan DM boxda yaza bilərsiniz. Yoxsa bir yandan mıydım vardı? Deməli, Beyput müəllim... Aşağıdaydır. Beyput müəllim mağdur olduğunuzu da bir dənə bildirək. Beyput müəllim bu günləri şeydə üzə bilmir. Mağdurdur burada oturub. Dənizə buraxmırlar Beyput müəllimi. Kariyer utansın. Utansın. Amma yenə gələrik. İnşallah.